Lazerlə damar əməliyyatını texniki olaraq icra etmək asandır. Önəmli olan hər xəstədə, hər ayaqda o individuallığı təmin etməkdir. Bunlardan biri də perforat dediyimiz damarları aşkarlamaq, yəni düzgün diaqnoz. O cümlədən zərurət varsa həmin damarların da hər birini lazerlə əməliyyat etməkdir. Monitorda bu gördüyünüz perforant damardır. Yəni perforasiya edir, deşir buranı və həmin perforant damarın indi içərisini lazerlə bağlayacağıq və bu gün lazer əməliyyatı sonrası belə təkrarlamaların ən çox gördüyümüz səbəb məhz perforant damarların nəzarətsiz olması, onlara müdaxilə olmaması, onları ciddiyə alınmamasıdır. Həmin perforant damarın içərisinə biz vazofiksi saldıq. Bunun üçün xüsusi slim dediyimiz lazerlərimiz var. Damarın içərisində olan lazer kateterini görürsünüz. İndi onun ətrafına şeylici dərmanı yeridirik, anestetik yeridirik. Perforant damarın lazerinə indi başlayırıq. Parıltıyan sahə lazerlə bağlanmış perforant damarıdır. Beləliklə slim lazerlə həmin perforant damarı çox kiçik bir nöqtədən aradan qaldırdıq. Lazer əməliyyatı perforant damar patologiyasında da, o cümlədən çanaqdan qaynaqlanan varikozlarda da, yəni varikozun bütün formalarında ən ideal vasitədir hal-hazırda deyə bilərik.